Azərbaycanın ilk rock qruplarından biri. 1987-2001-ci illərdə Azərbaycanda və Türkiyədə fəaliyyət göstərmiş bir qrup. Yuxu qrupu 1987-ci ildə Sumqayıt şəhərində yaranmışdı. Qrupun əsası basist İbrahim Eminov tərəfindən qoyulub. Sonra gitarist Namiq Nağdəliyev qrupa daxil oldu. O tezliklə qrupun dirəyinə, ona can verən bir şəxsə çevrildi. Qrupu yaratmaqda məqsəd dünyaya açılmaq və Azərbaycan rockunu dünyaya tanıtdırmaq idi. Şükürlər olsun ki, onlar biraz da olsa buna nail ola bildilər. Mahnıların çoxunun bəstəsi Namiq Nağdəliyev və İbrahim Eminovundur. İlk çıxışları 1987-ci ildə Sumqayıt şəhərinin Kimyaçılar sarayında baş tutdu. Yuxu qrupu 1989-cu ildə Qızıl Payız festivalında qalib oldu. Dinləyənlər arasında Fransadan gəlmiş bir xanım menecer də var idi. Bu qrupa Fransada həm albom buraxmağı, həm də konsertlər verməyi təklif etdi və kömək edəcəyini vəd etdi. Qrup albom buraxmaq üçün öncə Türkiyəyə getdi və musiqi firmalarının birində ilk albomlarını buraxdı. Sonra həmin menecer xanım qrupu aparmaq üçün Fransadan Türkiyəyə gəldi. Albomu buraxan firma ilə də razılıq əldə etdi. Daha sonra sənədləri toplayıb Fransaya getdi. Qrupun Fransada konsertlər verməsi üçün, orada qala bilməsi üçün əlindən gələn etdi. Amma getmələri üçün heç cür imkan olmadı. Azərbaycandan qrupa Fransada müvəqqəti yaşamaq üçün lazım olan icazə sənədlərini vermədilər. Ona görə də elə Türkiyədə qalıb çalışmaq qərarına gəldilər. Daim əziyyətlə albom buraxan qrupun bu illər ərzində 3 albomu işıq üzü görüb. Türkiyə və digər başqa ölkələrin dilində Yuxu və yaxud Yuxu kimi tanınan qrup artıq bu gün əfsanəyə çevrilmişdir. Qrup 12 ildir ki dağılıb. Dağıldıqdan sonra Çingiz Eyvazov və Namiq Nağdəliyev Türkiyədə qaldı. Namiq Nağdəliyev bugün Türkiyədə çalışır. Qıraç, Funda Arar, Haluk Levent, Barış Akarsu və başqa rockerlərlə işləmiş, onların musiqilərini bəstələyib ifa etmişdir. Qıraçın Dizi adlanan kino serialında oxuduğu musiqilərin çoxunun bəstəkarı və gitaracısıdır. Azərbaycan musiqiçilərindən yalnız Zülfiyə Xanbabayevanın Məni Daha Gözləm adlı mahnısının gitar hissəsini ifa edib. Bu da bir işti, doğuldum, yaşadım dünyada. Beni daha gözleme. Basist İbrahim Eminov indi Sumqayıtda yaşayır. Cəsur isə Moskvadadır. Qrup haqqında fikirlər çox idi. Türk dinləyicilərindən biri belə deyirdi. İstanbulda Karvan barda işlədikləri zaman insanlar qapıda quyruq kimi sıraya durmuşlar. Hətta o zaman Namiq abi İstanbulda ən yaxşı gitaracı yarışmasında birinci olmuşdu. Onlarla ünsiyyətdə olan başqa bir insan belə söyləyirdi. Bir dəfə Namiqə necə bu qədər əla gitara çaldığını soruşdum. O da mənə cavabında, mən o qədər də yaxşı ifa etmirəm. Çalışan hər kəs bunu edə bilər demişdi. 90-cı illərin əvvəllərində rock bar şüarı Türkiyədə ən yüksək zirvəsindəykən bu Azərbaycanlı qardaşlarımız Taksim meydanında Tuval adlı barda səhnə almışlar. Halbuki orada hələ türk rockçuları belə səhnə almamışdılar. Türkiyəli insanlardan biri belə deyirdi. Mən yuxunu Metallica'ya bənzəvirəm və mənim kimi düşünənlər də çoxdur.
Türkiyədə türklər tərəfindən söylənən və hətta buna türkü adı verilən bir şeir də qoşmuşdular. Gecələr yuxusuz qoyubsan məni, öyrənə bilmirəm ürək sirrini.